Bəşər tarixində işğalçıların insanlığa qarşı törətdiyi soyqırımlarının, kütləvi qırğınlarının sayı az olmayıb. Elə Vyetnam xalqı da müxtəlif dövrlərdə işğalçılardan az çəkməyib. Hanoydakı Hoa Lu həbsxanası da Fransız müstəmləkəçiliyinin üz qarasıdır. 1859-cu il Ho Chi Minh şəhərinin işğalı ilə başlayan Fransa müstəmləkəçilik dövrü. Ağrısı, acısı heç bitməyən bu dövr Vyetnam xalqının yaddaşında yalnız kədərli bir tarix kimi qalmadı. Düşmənə boyun əyməməyi, ümidi itirməməyi öyrətdi. Hoa Lu həbsxanasında məhkum həyatı yaşayan yüzlərlə günahsız Vyetnamlının taleyi isə bu qaranlıq divarlar arasında zülmətə qarışdı. Bugün muzeydə olmazın işgəncələrə dözən həmin insanların maketləri onların əzablarını göz önündə canlandırır. Məhbusların bəzilərinin ayağında bir, bəzilərinin ayağında isə iki qandal görmək mümkündür. Bu o deməkdir ki, ayağında iki qandal olan məhbusun günahı güya daha böyümüş. Beləcə onun cəzası da iki qat imiş. Həbsxanada saxlanılanlar davamlı olaraq döyülürdü. Bunun üçün boks əlcəklərindən istifadə edirdilər. Qadınların bədəninə elektrik cəryanı verilirdi. Körpələrə anaların gözü qarşısında əziyyət edilirdi. Onsuz da acılıq içində saxlanılan məhbuslara yemək saxsı qablarda verilmirdi. Həbsxana rəhbərliyi düşünürdü ki, onlar qabları sındırıb kəsici vasitə kimi istifadə etməklə yenidən döyüşməyə qalxacaqlar. Döşəməsi maili olan bu hücrədə hər dəqiqə bir ömrə bərabər idi və məhkumların əsl kabusuna çevrilmişdi. Ayaqları yuxarıya qandallanmış məhbuslar burada uzana bilmədikləri üçün yalnız oturaq vəziyyətdə olarmış. Fransız müstəmləkəçilərinin misli görünməmiş işgəncələrinin daha bir sübutu. Burada həm ənənəvi, həm də dövrünün dırnaq arası qabaqcıl metod və texnologiyalarından olan insanların başlarının kəsilməsi üçün istifadə olunan gilyotin də var. Heç bilirdinizmi ki, gilyotini fransızlar icad edib, bu ölüm alətini həbsxanada quraşdırmaq fikri isə məhbusların fransız həkiminin ağlına gəlmişdi. Bəli, həkimin, insan həyatını bitirməli deyil, xilas etməli olan xəstəxana həkiminin. Çox vaxt kəsilmiş başları qorxu yaratmaq üçün digər məhbuslara da nümayiş etdirirdilər. 1945-ci ilin martında 100-dən çox məhbus həbsxanadan kanalizasiya sistemi vasitəsilə qaçaraq müqavimət hərəkatına qoşulur. Daha sonra onların arasında Vyetnamın yüksək vəzifələrini tutanlar da olur. Hər zülmət gecənin bir gündüzü olur deyirlər. Vyetnam xalqı da yüzlərlə can verdi, amma sınmadı. Bugün Hoa Lu muzeyi Vyetnam xalqının əzmkarlıq, şücaət rəmzinə çevrilib. Hər zaman qələbəli olan Hoa Lu'ya dünyanın dörd bir yanından ziyarətçi gəlir. Onların bəzisi Fransa işğalı dövründəki cinayətləri əks etdirən faktları öz gözləri ilə görməyə, bəzisi isə xalqının mübarizə ruhunu, sınmayan iradəsini görüb qürurlanmağa gəlir. Afaq Cəfərova, Azərbaycan televiziyasının Şərqi Asiya bürosu, Hanoy, Vyetnam.